Qardaş soruşur ki, yəni pul yığılıb ki, ev remont olunsun, ev təmir olunsun və qurbanla üst-üstə gəlir, hansını etməli? Təbii ki, möhtərəm qardaşlar, ibadət daha önəmlidir. İbadət daha önəmlidir. Artıq sənin əlində bir fürsət var, o böyük bir məbləğ də deyil. Ona görə çalış ki, o ibadəti yerinə gətir və Allah Subhanahu wa Ta'ala sənə bərəkət verəcək, o evini də remont edəcəksən, onu daha gözəl şəkildə Allah Subhanahu wa Ta'ala nəsib edəcək, onu da. Çünki qurban insanı Allaha yaxınlaşdırır. Ona görə möhtərəm qardaş, bayaq da xatırladıq ki, insanın qurban gələndə bütün problemləri yadına düşməməlidir. Bu şeytanın bir insana vəsvəsəsidir, hiləsidir ki, səni Allahdan uzaqlaşdırsın, Allaha yaxın olmaqdan uzaqlaşdırsın.